İmam Hüseynin bir nəfər Mədinədə sevmir, müxalifdir İmam Hüseynə. İmam Hüseynlə arası yoxdur, düşmənçilik eləyir. Xəstələndi, İmam durdu, getdi onun ziyarətinə, xəstə ziyarətinə. Sual verirəm, sizinlə arası olmayan adam xəstələnəndə gedir yanına yox, gedirsinizsə yaxşı bir hal. Yoxsa ki, deyirsən, Allah vurmuşdu onu o mənə, durub onun qapısına. Biz əksəriyyətimiz belə və namaz da qılırıq. Deyilir, belə də olmalıdır. Norma budur bizim üçün. Amma İmam Hüseyin üçün norma bu deyil. İmam deyir, o məndən xoşu gəlmir. O ki, Allahın bəndəsidir. Xəstələnib gəlir. Deyir, o ki, İmam daxil olur onun yanına. Baxan kimi İmam Hüseyinə gözündən yaş axır. Xəcalət çəkir. Ondan sonra yenə də ağlayır. İmam deyir, nə üçün ağlayırsan? Deyir, ağa, 6000 dirhəm borcum var mənim. Bilirəm də ki, bu xəstəlikdən sağalmayacam. Qiyamətdə bu yüklə gedirəm, borcumu verəməmişəm, ona narahatam. İmam dərhal deyir ki, darıxma, mən indi dururam, sənin yanından gedirəm. O adam kimdir mənə deyir, filan kəs. Borcu ödəyirəm, arxayın, rahat, heç narahat olma. Deyir, İmam Hüseyin əleyhissalam çıxır, gedir. Birazdan sonra borcu olan adam gəlir, deyir ki, arxayın ol, Fatimənin oğlu borcu ödədi. Peyğəmbər nəvəsi borcu ödədi.